Rusiyanın Neyri şirkəti beyinlərinə neyrointerfeyslər yerləşdirilmiş və uçuşlarının məsafədən idarə olunmasına imkan verən biodron göyərçinlərin yaradıldığını açıqlayıb. Quşların beyninə şirkətin özünün hazırladığı elektrodlar implantasiya olunur. Onlar stimulyator və idarəedici qurğuya qoşulur və bu avadanlıq quşun belindəki xüsusi çantada yerləşdirilir. Beynin müəyyən zonalarının neyrostimulyasiyası vasitəsilə operator uçuş tapşırığını yükləyərək quşu istiqamətləndirə bilir. Şirkətin bəyanatında bildirilir ki, biodron göyərçini adi quşdan yalnız başındakı neyrointerfeys naqili və elektronika yerləşdirilmiş çantası ilə fərqlənir. Onun əsas funksiyası ekoloji və sənaye monitorinqi kimi demək olar ki, istənilən tip nəzarət işlərini yerinə yetirmək, axtarış xilas etmə əməliyyatlarında iştirak etmək, əlavə təhlükəsizlik kontrolu təmin etməkdir. Texnologiya elektrik ötürücü xətləri və qaz paylayıcı qovşaqlar kimi uzaq obyektlərin uzunmüddətli monitorinqi üçün bir həll kimi təqdim olunur. Şirkət onu da vurğulayıb ki, digər ölkələrdə aparılan oxşar tədqiqatlardan fərqli olaraq onların layihəsi artıq sənaye tətbiqi mərhələsinə keçib.